Salam, hər vaxtınız xeyir olsun. Bugün 14 iyun 2026-cı ildə OTK keçirdiyi blok imtahanının izahına baxacağıq, tarix fənninin. Qeyd edim ki, bu 11-ci siniflərin imtahanıdır. Baxaq. Deməli, birinci sualda 13-cü əsrin sonlarında indiki Pakistan və ona bitişik ərazilərə soxulmaq istəyən Monqollara qarşı mübarizə davam edirdi. Monqol hücumları arasında fasilə yarandıqda hakimiyyətə yeni sultan gəldi. O, Dekan ərazisinə hücum edərək Kaver çayına dek olan bölgələri sultanlığa qatdı. Mətndə bəhs edilənlərin nəticəsidir. Artıq burada mətnin içində 13-cü əsrin sonları ifadəsi bizə ipucu verir ki, burada deməli Əlaəddin Xələcin dövründən danışdığını bildirmiş olur. Çünki biz bilirik ki, Əlaəddin Xələc 13-cü əsrin sonlarında 1290-cı ildə hakimiyyətə gəlmişdi. İndi baxaq. Hindistan ərazisində yeni türk dövləti yarandı. Bu dövrdə görmürük. Dehli onsuz da 13-cü əsrin əvvəllərində 1206-da yaranmışdı. Bu çıxdı. Abbasi xəlifəsi sultan hakimiyyətini tanıdı. Bu da aid deyil Xələcin dövrünə. Böyük Moğol dövləti zəiflədi və tənəzzül sürətləndi. Biz hələ Dehlidən danışırıq, Moğoldan danışa bilmərik. Monqol hücumlarının qarşısı tamamilə alındı. Bəli, biz deyirik ki, Əlaəddin Xələcin dövründə Monqolların hücumunun qarşısı alınmış olacaq. Məmlüklər sülaləsinin hakimiyyət dövrü başladı. Məmlüklər yox, Xələclərin hakimiyyət dövrü başlamışdı bu dövrdə. 31-də olacaq cavab D. D variantı olacaq. Atabəylər dövlətinin tarixinə aiddir. Deməli, Atabəylər, birinci yazaq görə Atabəylər nə vaxt mövcud olub? 1136-dan 1225-ci ilə qədər hakimiyyətdə olmuş olacaq. 11-ci əsrin 30-cu illərdə yaranması, görürük ki, 11-ci əsrin 30-cu illər yox, 12-ci əsrin 30-cu illərdə. Ona görə bir aid deyil, biri çıxıram. Biri çıxıramsa avtomatik A, D variantı və B variantı silmiş olacaq. Şirvanşahlar dövlətinin asılı salınması, bəli, Atabəylər dövlətində həm Şəmsəddin Eldənizin dövründə, həm də Qızıl Arslanın dövründə Şirvanşahlar asılı salınmışdı. Dəbil şəhərinin azad edilməsi, bəli, bu da var. 3-ü götürürük. Tiflis müsəlman əmirliyinin ləğv olunması, daha doğrusu məğlub edilməsi yoxdur. Bütün Azərbaycan torpaqlarını birləşdirməsi var. 2, 3, 5 C variantı olacaq. Uyğunluğu müəyyən edin. Deməli, Axund dövlətindən fərqli olaraq Qaraxanlı, Axund dövlətindən fərqli olaraq Qəznəvi dövlətinə aid olanları seçəcəyik. Deməli, Aşina türk soyuna mənsub olması, bəli, Qaraxanlı Axunddan fərqli olaraq Aşina soyundan idi. İslam dininin qəbul edilməsi, bəli, bu da düzdür, Qaraxanlıya aiddir. Mərkəzi Asiyada meydana gəlməsi hər ikisinə aid olduğuna görə götürmürük. Çünki bizə nə demişdi? Fərqli cəhət istəyirdi. C olan variantları çıxırıq. Yoxdur elə bir variant. Bir də C olan var əslində. Y variantına çıxmış olacaq. Qəznəvi dövləti Hindistanın bir hissəsini tabe etmişdi. Biz bilirik ki, 6-cı əsrdə Axunda Hindistanın bir hissəsini tabe edib deyə 2-dən A-ları çıxırıq. Artıq cavab məlumdur. Samanilərə qarşı mübarizə aparmışdı. Bəli, Axund. Deməli, daha doğrusu Qəznəvi Axunddan fərqli olaraq Samanilərə qarşı mübarizə aparıb və C-də yazır ki, Abbasilər xilafətinin zəifləməsi nəticəsində yaranmışdı. Bəli, bu da düzdür. 1-ə AB, 2-yə BC, 33-cü sualda cavab D variantı olacaq. 34. Daş dövründən fərqli olaraq Tunc və Dəmir dövründə insanların fəaliyyətinə aiddir. Daş dövrü deyərkən biz burada paleolit, mezolit, neolit, eneolit hər birini nəzərdə tutacağıq. Əkinçi ilə yanaşı sənətkarlıqla məşğul olurdular. Bəli, daş dövründə də var. Bizə lazımdır ki, daş dövründən fərqli olaraq sırf Tunc və Dəmir dövrünə aid olsun. Bir oxşar olduğuna görə götürmürük. A, D, Y variantlarına çıxdı. Təsərrüfatda xışdan istifadə edirdilər. Bəli, erkən Tuncda yəni xış əkinçiliyi, yəni Tunc dövrünə aiddir. Daş dövründən fərqli olaraq bağçılıq və üzümçü ilə məşğul olmuşdu. Bilirik, Orta Tunc dövründə yaranmışdı bu yeni təsərrüfat sahələri ki, bu da Tunc dövrünə aiddir daşdan fərqli olaraq. Oturaq həyat tərzi sürürdülər. Neolitdən etibarən oturaq həyat tərzi sürdüklərinə görə bu həm daş dövründə var, həm Tunc dövründə. 4-ü də çıxırıq və 5 dini ayinlərin həyata keçirmək üçün ibadət evlərinin inşa olunması da erkən Tunc dövrünə aiddir. Qədim Hindistana aid olanları müəyyən edin. Birinci buranı silək. Hindistana Makedoniyalı İskəndərin hücumuna məruz qalması. Bəli, eramızdan əvvəl 327-ci ildə İskəndər Hindistana yürüyüş etmişdi. Bir olmayan variantları çıxırıq. Romanın işğalçı hücumlarına qarşı mübarizənin aparılması. Hindistanda belə bir şey yoxdur. İkini də çıxırıq.
Eradan əvvəl 2-ci minillikdə ərazidə köçəri ayrı tayfaları məskunlaşmışdı. Bəli, bu düzdür. Deməli, buradan 3 götürəcəyik. Eradan əvvəl 2-ci əsrdə Mauri sülaləsinin hakimiyyətinə son qoyulması. Bəli, eradan əvvəl 180-ci ildə Mauri sülaləsinin hakimiyyətinə son qoyulur. 2, 3, 4, daha doğrusu 1, 3, 4, 1, 3, 4. D variantıdır burada cavab. 5-də nə deyirdi? Eradan əvvəl 6-cı əsrdə şimal-qərb ərazilərinin 3-cü Daranın ordusu tərəfindən işğal olunması. Bu zaman hakimiyyətdə 3-cü Dara deyildi. 3-cü Dara eramızdan əvvəl 4-cü əsrdə hakimiyyətdə olduğuna görə biz bunu götürməyəcəyik. 5-i də silirik. Burada olacaq 1, 3, 4. Daha sonra 36-cı sual xəritə sualdır. Xəritədə ulduzla işarələnmiş rayonlarla bağlı deməli ümumi cəhətləri seçirik. Burada rayonlar buradadır. Birinci ulduzla göstərilən yer Xocalını göstərir. İkinci yer isə Xocavənddir. Biz bunların oxşar cəhətini axtarırıq. Lokal xarakterli antiterror əməliyyatı nəticəsində ərazisi tam şəkildə azad edilmişdir. Bəli, biz deyirik Xocalı, Xankəndi, Xocavənd, Əsgəran bunlar lokal antiterror nəticəsində azad olunmuşdur. Bir düz oxşar cəhətdir. 10 noyabr 2020-ci il bəyanatı ilə qaytarılmışdır. Xeyr, bunlar antiterror nəticəsindədir. Vətən müharibəsindən sonra ərazisində hava limanı inşa edilmişdir. Xeyr. İkinci Qarabağ müharibəsinə gedişində mərkəzində Azərbaycan bayrağı dalğandı. İkinci Qarabağda yox, antiterror nəticəsindədir. Bu da getdi. 5. Birinci Qarabağ münaqişəsinin müharibəsində daha doğrusu ərazilər tam şəkildə işğal edilmişdir. Bəli, bu da düzdür. 1 və 5 A variantı. Uyğunluğu müəyyən edin. Qarabağ xanlığı və Quba xanlığına aid cəhətləri seçirik. 19-cu əsrin 30-cu illərində müstəmləkə zülmünə qarşı üsyanın baş verməsi. Burada ən çaşdırıcı cavab budur. Çünki Quba ərazisində bəli, 19-cu əsrin 30-cu illərində müstəmləkə zülmü əleyhinə 1837-ci ildə üsyan var. Amma bu zaman Quba xanlığı yox idi. Xanlıq burada işi pozduğuna görə, yəni xanlıq sözü uyğun gəlmədiyinə görə biz A-nı götürməyəcəyik. Amma Quba ərazisində bəli, 19-cu əsrin 30-cu illərində müstəmləkə zülmü əleyhinə üsyan baş veribdi. A-nı çıxırıqsa, deməli C variantı çıxmış olacaq. Urmiya xanlığından asıla düşməsi bu Qarabağ xanlığına aiddir. Urmiya Fətəlinin dövründə 1759-cu ildə Qarabağ Urmiyadan asılı edilib düşmüşdür. Bir də B olmalıdır. Ona görə də biz A-nı və Y variantını çıxırıq. Georgiyevsk şəhərində Rusiya ilə sülh müqaviləsi bağlanmışdı. Bu Qubaya aiddir. 1802-ci ildə Quba və Lənkəran Georgiyevsk müqaviləsini bağlamışlar. C-ni də yazdıq. Səfəvilər dövlətinə qarşı mübarizə aparılması. Bu dövrdə məlum məsələdir ki, Səfəvilər dövləti yoxdur. Artıq xanlıqlar dövründə Səfəvilər yox idi. D heç birinə getmir. Rusiya ilə Kürəkçay müqaviləsinin imzalanması 1805-də aiddir Qarabağ xanlığına. Y variantı. 1-də B-yə, 2-də C variantı. Burada olacaq D. 38. Qədim Romanın 2-ci əsr tarixinə aiddir. Xristianlığın rəsmi din kimi qəbul olunması 313, 4-cü əsrdir. Albaniya dövləti ilə diplomatik əlaqələr saxlanması. Bəli, biz demişik ki, Albaniya ilə Roma arasındakı diplomatik əlaqələr bizim eranın 3-cü əsrinə qədər davam etmişdir. Ona görə də 2-ci əsrdə bəli, diplomatik əlaqələr var idi. Respublika idarə quruluşunun yaradılması. Respublikaya eradan əvvəl 509-cu ildə keçirilmişdir. Eradan əvvəl 6-cı əsrə aiddir. Yunanıstana tabe edilməsi eradan əvvəl 2-ci əsrə aiddir. Bizə bizim eranın 2-ci əsri lazımdır. Vətəndaş müharibəsinin baş verməsi isə bizim eranın, daha doğrusu eradan əvvəl 1-ci əsrə aiddir. Ona görə burada olacaq nə? B variantı. Baxırıq 39-cu suala. Sacilər və Salarilər dövlətinə fərqli olaraq Rəvadilər dövlətinə aiddir. Şirvanşahlar dövlətinə özündən asılı vəziyyətə salması. Bu Sacilər Salaridə var. Amma bizə Sacilər Salaridən fərqli olaraq sırf Rəvadiyə aid bir xüsusiyyət lazım idi. Səlcuqların hücumuna məruz qalması. Bəli, bunu götürərik. Çünki Sacilər və Salaridə biz Səlcuqların hücumunu görmürük. Amma Rəvadi və Şəddaddə var.
Azərbaycanın cənubunda yaranmışdı hər üçü. Bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Bu heç rəvadiyə aid deyil. Sacin Salarin oxşar cəhətdir. Bizə Saci Salardan fərqli olaraq rəvadiyə aid bir şey lazım idi. Şimal sərhədini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etmişdi. Dərbənd səddini təmir etdirib bir Saci, bir də Şirvanşahlar dövləti. Bizə rəvadiyə aid bir xüsusiyyət lazım idi. Bunu da çıxırıq. 40-cı suala baxırıq. 15-ci əsrdə Teymurlar dövlətindən fərqli olaraq Osmanlı dövləti. Qızıl Ordu dövləti ilə normal münasibətlərin qurulması. Bu Teymurlarda var. Şahruxun dövrüdür və 15-ci əsrdir. Amma bizə Teymurdan fərqli olaraq Osmanlıya aid xüsusiyyət lazım idi. Amma bu xüsusiyyət, ada verilən xüsusiyyət Teymuriyə də aid olduğuna görə bunu götürmürük. Səfəvilər dövləti tərəfindən məğlub edilməsi. Səfəvilər dövləti görürüksə, Səfəvilər dövləti nə vaxt yaranıb? 1501-də, yəni 16-cı əsrdə. Heç 15-ci əsrdə Səfəvi dövləti yoxdur. Qaldı ki, bunların məğlub edilməsi məsələsi yanlışdır. Ağqoyunlu dövlətinin məğlub edilməsi. Bu düzdür. Osmanlı, məsələn, Otluqbeyli döyüşündə, Beyşehir döyüşündə 1472-73, 15-ci əsrdir, Ağqoyunlu məğlub edibdir. Amma Teymurlərlə apardığı müharibələrdə Ağqoyunlular qalib gəlmişlər. Bu düzgün cavabdır. Paytaxt şəhərinin dəyişdirilməsi Teymurda da var. Herata köçürülüb 15-ci əsrdə paytaxt. Monqol yürüşlərinə məruz qalması isə bu dövrdə Monqol yürüşləri yoxdur. Burada olacaq cavab C. Baxaq 41-ci suala. Deməli, düzgün cavabı müəyyən edin. Saint-Germain müqaviləsi Almaniya Avstriya ilə birləşməməyi daha doğrusu öhdəsinə götürdü. Almaniya görürsə, deməli Saint-Germain müqaviləsinə aid deyil. Almaniya ilə bağlanan müqavilə hansı idi? Paris sülhü idi 1919 iyun ayının 28-də. Ona görə bu uyğun gəlmədi. Millətlər Cəmiyyətinin mandat sistemi yaradıldı. Bəli, mandat sahiblərindən biri də İngiltərə idi ki, İngiltərəyə yaxın şərqdə torpaqlar ələ keçirmişdi. Washington konfransı çağırıldı. Bəli, burada bir problem yoxdur. Fransa, Almaniya və Belçika sərhədlərinin təhlükəsizliyi təmin edildi. Artıq burada biz görürük ki, bu məsələ hardadır? 1925-ci ilin Locarno konfransında, Locarno'nun gedişində bağlanan Reyn təminat paktına əsaslanaraqdan nəticə isə ona uyğun gəlir. Vaşinqtonla uyğunluq təşkil etmədi. Ümumiyyətlə, Vaşinqton konfransı Sakit Okean mülklərinin bölüşdürülməsi və Çinin sərhədlərinin tanınmasına bağlı idi. Trianon sülhünün imzalanması Macarıstan təzminat ödədi. Bəli, 1920-ci ildə bağlanmışdı Macarıstanla. Buna görə Macarıstan məğlub dövlət kimi qaliblərə təzminat ödəməli idi. 41-də olacaq C variantı. Daha sonra keçək. 42 xəritə sualdır. Deməli, burada deyir ki, xəritədə ulduzla göstərilmiş dövlətlərin tarixində həm də nə 100 illik müharibə dövrünə aid olsun, həm xəritədə göstərilən dövlətlərə aid olsun, həm də 100 illik müharibə dövrünə aid olsun. Birinci xəritəyə baxırıq. Xəritədə ulduzla göstərilmiş birinci yer İngiltərədir. Digəri isə haradır? Fransadır. 100 illik müharibədə məsələ bu dövlətlər arasında olubdur. 1337-dən 1453-cü ilə qədər. İndi baxırıq ki, bunların oxşar cəhəti olsun. A. Kəndli üsyanının baş verməsi. Elə düzgün cavab budur. Biz bilirik ki, İngiltərədə 100 illik müharibənin gedişində 1381-də Ot Tyler üsyanı, Fransada isə 1358-ci ildə Jaklar üsyanı baş vermişdi. Bunlar da kəndli müharibəsi idi. Bu rahat sualdır. Keçək. 43-cü sual. Ərəb ağalığı dövründə Azərbaycana aiddir. Ərəb ağalıq dövrü olsun, həm də Azərbaycana aid bir xüsusiyyət olsun. Əbu-Müslümin başçılığı xalq çıxışları baş verdi. Bəli, Ərəb ağalığı dövründə 750-ci ildə Əbu-Müslümin başçılığı üsyan baş vermişdi. Amma Azərbaycanda yox. Mərkəzi harda? Asiyada baş vermişdi. Azərbaycana aid olmadığına görə mən biri çıxıram. B və D getdim. Vergilər məhsulla deyil, torpaq sahəsinə görə alınırdı. Bəli, xüsusən də Abbasilərin dövründə bu ikinci cümləni biz qeyd edirik vergi siyasətində. Deməli, Y də getdi. Şamaxıda böyük cümə məscidi inşa edilmişdi. Bəli, 8-ci əsrdə Şamaxıda cümə məscidi inşa edilir ki, bu da Ərəb ağalığı dövrüdür. Müsəlmanlar bütün vergilərdən azad idi. Bütün vergilərdən yox, sadəcə cizyə ödəmirdilər. 4-ü çıxırıq. Ticarət mərkəzi olan Rabatlar.
Rabat termini, bəli, ərəblər dövründə var. Amma Rabat nə idi? Ticarət mərkəzi deyildi. Hərbi məskənlər idi. Ona görə 5-i də çıxırıq. Nə qalır bizə? 2 və 3 A variantı olacaq bu sualın düzgün cavabı. Baxırıq 44-də Eyler-Venn diaqramıdır və nəyi soruşur? 1-ci Dünya müharibəsi dövrü 1914 1918-ci illərə əhatə edir 1-ci Dünya müharibəsi. Almaniyaya və Osmanlıya aid xüsusiyyətləri qeyd etməliyik. Monarxiyanın devrilməsi. Biz bilirik ki, 1-ci Dünya müharibəsi nəticəsində həm Almaniyada, həm də Osmanlıda monarxiya devrilmişdi. Amma bizə sualın şərtində 1-ci Dünya müharibəsi dövründə soruşduğuna görə, baxaq görə monarxiya hər ikisində devrilibdimi? Almaniyada monarxiya 1918-ci ilin noyabr ayının 9-unda devrilmişdi, Kül üsyanı nəticəsində. Deməli, amma müharibə bitəcək noyabrın 11-də. Görürük ki, bu düşür. Monarxiyanın devrilməsi Almaniyada müharibə dövrünə düşür. Amma Osmanlıda müharibədən sonra dağılacaq monarxiya. Osmanlı imperiyasının dağılması 1922-dədir. Artıq onda müharibə bitmişdi. Çünki 18-ə qədərdir 1-ci Dünya müharibəsi. Yəni monarxiyanın devrilməsi məsələsini biz müharibə dövründən danışırıqsa sadəcə Almaniyaya götürə bilərik. Osmanlıda da dağılıbdı, amma 1-ci Dünya müharibəsinin nəticəsində dağılıbdı, dövründə yox. A-nı yazdıq Almaniya. Mərkəz dövlətlərinin tərkibində olması, Dövlətlər İttifaqı mərkəz dövlətləri də adlanırdı. Almaniya və Osmanlı hər ikisi Dövlətlər İttifaqının üzvü olduğuna görə həm də mərkəz dövlətləri idi. Bunu oxşar cəhətə yazıram. Marna döyüşü 1914-dədir. 1-ci Dünya müharibəsinə aiddir, düşür. Və bu döyüşdə Almaniya məğlub olmuşdu. C-ni yazıram 1-ə. Kütləmarə döyüşündə qələbə qazanması. Kütləmarə 1916-da Osmanlı ilə ingilislər arasındadır. Burada Osmanlı qələbə qazanmışdı. Versal sülh müqaviləsinin bağlanması. Versal 1919-da müharibənin yekunları ilə bağlı Almaniya ilə bağlanan bir sülh idi. Dediyim kimi müharibənin yekunları ilə bağlı 1-ci Dünya müharibəsi dövrünə aid olmayacaq. 1-ə AC, 2-də D və 3-də də B variantı olacaq. A var. Burada sualın düzgün cavabı A-dır. Keçirik 45-ci suala. İlk öncə ekranı təmizləyək. Osmanlı dövlətinin tarixində 18-ci əsrin 2-ci yarısı tarixi üçün səciyyəvidir. 18-ci əsrin 2-ci yarısı deyirsə, artıq biz nə edirik? 1750-dən sonraya baxacağıq. Nadir Şahifşarla sülh müqaviləsinin imzalanması bu 1733-cü illədir və 1-ci yarısına düşdüyünə görə bunu götürmürük. Biri çıxdıq. Rusiya ilə aparılan müharibələrdə məğlub olması. Bəli, məsələn, Kiçik Qaynarca 1774-də bağlanıbdı. Məğlub olmuşdu və ya Yassı sülhü 1791 göstərə bilərik. Kipr adasının fəth olunması 1571. Bu 16-cı əsrə aiddir. Ümumiyyətlə heç bizə lazım olan əsrə də uyğun gəlmədi. Ağa Məhəmməd xan Qacarla diplomatik əlaqələrin saxlanılması düzdür. Avropa nümunəsində nazirliklərin yaradılması 19-cu əsrə aiddir. Ona görə bunu da çıxırıq. Burada olacaq A variantı. 46-cı sual. Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə yaradılan milli hökumətin fəaliyyətinə aiddir. 1. Azərbaycan Xalq Cümhuriyyəti ilə əməkdaşlıq edilməsi. Ümumiyyətlə Xiyabani dövründə, Xiyabani hərəkatının gedişində daha doğrusu, bir çox yerdən Xiyabaniyə dəstəklər təklif olunmuşdu. Amma Xiyabani heç kimin təklifini qəbul etməmişdi. O sırada AXC də təbii ki, Xiyabani hərəkatına yardım təklifini irəli sürsə də bunu qəbul etməyəcək. Ona görə birlər yanlışdır, biri çıxırıq. Milli Qvardiyanın yaradılması, bəli, düzdür. Konstitusiyanın qəbul olunması Xiyabani hərəkatında yoxdur. Məsələn, Məşrut hərəkatında amma var. 3-ü götürmürük. Azərbaycan dilinin bütün İranda yox. Təbrizdə pulsuz qız məktəbi, bəli, 2 və 5. Doğru cavabdır. Baxırıq 47. Hadisələrin hansının yerini dəyişdirilsə, xronoloji ardıcıllıq düzgün olar. Birinci, bunun üçün illəri yazmaq lazımdır. Usta Bəndər üsyanını soruşur Gəncədə 1231. Elxanilər dövlətinin yaranması 1258-ci ildədir. Azərbaycanın Ali Monqol xaqanlığının tərkibinə qatılması 1239-56-cı illər aralığındadır. Qatılması deyirsə 39-u götürəcəyik. İngiltərədə ilk parlamenti 1265.
100 illik müharibənin başlanması isə deməli 1337-ci ildədir. İndi baxaq görək, burada ardıcıllığı görürük ki, 1 və 3 pozmuş olacaq. Yerlərini dəyişmək lazımdır. 1 və 3 C variantı. Daha doğrusu 2 və 3. 1, 3 yox. 2 və 3. 39 və 1258-in yeri dəyişməlidir. 2 və 3. Buradan bunu silirik. 2 və 3. Yeri dəyişilməlidir. Əgər bu kimi suallarda çətinlik çəkirsənizsə ki, necə bilim ki, dəyişməyə lazımdır yerini, normal xronologiya kimi düzürsünüz. Məsəl üçün, bu xronologiyada necə düzə bilərsiniz? Olmalıdır birinci 1, 3, 2, 4 və 5. Baxırıq ki, görək bu sıra ardıcıllığını hansı rəqəmlər pozmuş olacaq. Yəni 1, 2, 3, 4, 5 kimi getməlidir. Hansı pozmuş olur? Biz görürük ki, 2 ilə 3-ün yerini dəyişdirmək lazımdır. Onda 1, 2, 3, 4, 5 şəklində getmiş olacaq. 2 və 3 bu ardıcıllığı pozmuş olur. Bu cürə rahatçılıqla tapa bilərsiniz. Burada olacaq A variantı. 48. Səfəvilər dövlətinin tarixinə dair sxemi tamamlayan düzgün cavabı müəyyən edin. Şah Sultan Hüseynin hakimiyyət dövrü ilə bağlı bir xüsusiyyət lazımdır. Dövlətin keçmiş qüdrəti bərpa edildi. Şah Sultan Hüseyin buna çalışsa da, amma tam bərpa edə bilməyəcək. Sənətkarlar bütün vergilərdən azad edildi. Bu Şah II Abbasın dövründədir. Stepan Razinin yürüyüşü 1668 Süleymanın dövrünə aiddir. Rus tacirlərin mənafeyinə uyğun müqavilə imzalandı. Bəli, 1717-ci ildə İsfahanda Rus tacirlərin mənafeyinə uyğun müqavilənin bağlanması Şah Sultan Hüseynin hakimiyyət dövrünə aiddir. Burada Şah Sultan Hüseynin hakimiyyət illərini yazsaq, 1699-dan 1722-ci ilə qədər hakimiyyətdə olmuş olur. 1694-dən daha doğrusu. Osmanlı qoşunları məğlub edildi. Belə bir şey də yoxdur. Əlimərdan bəy Topçubaşova aiddir. Qeyrət Partiyasının yaradıcısı olması, bu Ələkbər bəy Rəfibəylidir. Biri çıxırıq. Xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanlıları təmsil etmişdir. Xüsusi Cənubi Qafqaz Komitəsində Azərbaycanlıların təmsil edilməsi Məmməd Yusif Cəfərova aiddir. 2-ni də çıxırıq. Bu borc bəyannaməsi əlaqədar həbs edilmişdir. Bəli, Topçubaşov Ziyadxanlı ilə birlikdə həbs olunmuşdu. Sədrliyi ilə Bakıda müəllimlərin birinci qurultayı keçirilmişdir. Aid deyil. Tiflis Sülh Konfransında Daşnaq Sütun Partiyasının niyyətlərinin ifşa olunması isə, bəli, bu düzdür, 3 və 5 olacaq. Sualın düzgün cavabı. 50-ci sualda deyir ki, Ağqoyunlu dövlətin uyğunluğu müəyyən edin və Ağqoyunlu dövlətinə aiddir. Belə suallarda hər zaman diqqət edin. Birinci görün sizə nə istəyir? Ağqoyunlu dövləti istəyirsə, həmən dəqiqə yanına nə yazacaq? 1468-dən 1503-cü ilə qədər olan dövr lazımdır. İndi baxırıq digərlərinə. Həsən Padişaha və Sultan Yaquba aid. Muş döyüşündə qələbə qazanması, bəli, Həsənə aiddir. Amma Ağqoyunlu dövlətinə aid deyil. Çünki Muş 1467-ci ildə baş vermişdi. Bu baxımdan A uyğun gəlməyəcək. A olanları çıxırıq. Şərqi Gürcüstanı birləşdirilməsi, bəli, 1477-də birləşdirilmişdir. Həsən Padişah tərəfindən. B düzgündür. Səfəvlərin məğlub edilməsi, Həsənin dövründə Səfəvlərin Ərdəbil hakimliyi ilə münasibətlər normal idi. Hətta qohumluq əlaqələri var idi. Ona görə C yanlışdır. Birdən sadəcə B-ni götürdük. Sultan Yaqubun dövründə Ərdəbil hakimliyinin məğlub edilməsi, bəli, Şahdağ döyüşündə Heydəri məğlub eləyəcəklər. Şirvanşahlarla müttəfiq olması, elə Şahdağ döyüşündə də müttəfiq idilər. Osmanlı dövlətinə müharibə aparılması yox, əksinə 2-ci Bəyazitlə dostluq əlaqələri var idi. 1-də B, 2-də A, B. Burada olacaq A variantı. Keçirik 51-ci suala. Alban hökmdarı 3-cü Vaçaqanın daxili siyasəti ilə bağlı cəhətləri seçməliyik. Sasani dövlətinə ödənilən vergilərin azaldılması, belə bir şey yoxdur. Yeni kilsənin tikilməsi və kilsə məktəblərinin açılması, bəli. 2 düz. Xristianlığın ölkə ərazisində rəsmi din kimi qəbul olunması 313-də Urnayrın dövrünə aiddir. 3-ü də çıxdı. Paytaxtın Bərdəyə köçürülməsi Vaçenin adı ilə, 2-ci Vaçenin adı ilə bağlıdır.
Dövlətin siyasi və mədəni cəhətdən inkişafı isə düzgün cavabdır. 2 və 5 olacaq burada cavab. D variantı. 52-də memarlıq abidələrinin heç birinə aid deyil. Qüvvətül İslam, Mərdəkan qalası və Möminə Xatun türbəsi. 12-ci əsrdə inşa edilməsi, məsələn, Qüvvətül İslam məscidinə aiddir. Müsəlman intibahına aiddir. Möminə Xatun türbəsini götürə bilərik. Şirvanşahlar dövlətinə aiddir. Mərdəkan qalası Bakıda yerləşir. Aiddir. Sonra Naxçıvan şəhərində yerləşir Möminə Xatun türbəsi. Osmanlı dövləti tərəfindən tikilmişdir heç biri. 53-cü sual. Bir dəqiqə. Şah Təhmasibdən fərqli olaraq Şah 1-ci Abbasın hakimiyyət dövrü üçün səciyyəvidir. Avropa dövlətləri diplomatik əlaqələr, münasibətlər saxlanılması hər ikisinə aiddir. Bizə sırf Şah Abbasa aid lazımdır. Mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyinin yaradılması, bəli, 1593-cü ildə Şah Abbasın dövründə Mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi yaradılacaq. Osmanlı qoşunlarının məğlub edilməsi hər ikisinə aiddir. Təhmasibin dövründə də, Həmədan döyüşündə, Buğurt döyüşündə məğlub olmuşdur. Şah Abbasın dövründə də var. Engədər. Bu ortaq cəhət olduğuna görə götürmürük. Təbrizdə Cəlalilər hərəkatının ilk böyük çıxışı 1591-ci ildədir və bu Şah Abbasa aiddir. 4-ü də götürəcəyik. Şəki hakimliyinin ləğv edilməsi 1551-də bu Təhmasibin dövrünə aiddir. Bizdə şərt də tələb edir ki, Təhmasibdən fərqli olaraq Şah Abbasın dövrünə aid olmasını istəyirdi. 2 və 4-ü götürəcəyik. 54-də xronoloji ardıcıllığı müəyyən edin. ABŞ-ın strateji müdafiə təşəbbüsü proqramını elan etməsi, bu Ulduzlar müharibəsi 1983, Britaniyanın Avropa Birliyindən ayrılması, Brexit 2020, Yunanistanın Kiprə Enozis cəhdi etməsi 1974, Soyuq müharibənin başa çatması, SSR-nin dağılması ilə 1991. İndi görək necə olacaq? 3, 1, 4, 2. Daha sonra 55 Şimali Azərbaycanda 1840 və 1860-cı illər arasındakı dövrə uyğun olan ifadələr. Rəhdari vergisi 1836-da artıq ləğv olunmuşdur. Deməli 40-da rəhdar yoxdur. Biri çıxırıq. Hərbi vergi 1887-ci ildən tətbiq olunur. Bizə lazım olan dövrü aşdı artıq. Bu da yoxdur. Qafqaz canişinliyi 1844-cü ildən var. Bəli, uyğun gəldi. 3-ü götürürük. Qəza məktəbləri 1829-dan etibarən var. Bunu da götürə bilərik. Müəllim seminariyaları, məsələn, 1881-də İrəvanda müəllimlər seminariyası açılmışdı. Sonra Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1879-cu ildə açılmışdı Azərbaycan şöbəsi. Və görürük ki, heç biri bizə lazım olan zaman ardıcıllığına, yəni aralığına uyğun gəlmədiyinə görə biz burada 3-ü və 4-ü götürəcəyik. 55-də 3 və 4. 56. Manna dövlətinə fərqli olaraq Albaniya dövlətinə aiddir. Yunan yazısından istifadə edilməsi, bəli, Yunan yazısından Albaniyada istifadə olunurdu Mannadan fərqli olaraq. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması hər ikisinə aiddir. Ərazisində türk sayfalarının məskunlaşması hər ikisində. Təsərrüfatda qul əməyindən istifadə edilməsi hər ikisi. Eradan əvvəl 1-ci minilliyin 2-ci yarısına yaranması, bəli, Mannadan fərqli olaraq Albaniyaya aiddir. 1 və 5. 57-ci sualda Azərbaycan 3-cü Respublika dövrünü soruşur. 3-cü Respublika dövrü deyirsə, artıq bu müasir Azərbaycan Respublikasına söhbət gedir. Yəni 91-dən sonraki hadisələrə baxacaq. Heydər Əliyevin rəhbərliyi dövrü 93-dən 2003-ə qədərdir. 93, 98, 98 və 2003-cü illər. İlham Əliyevin rəhbərliyi dövrü 2003-dən günümüzə qədər. İndi baxaq. Məişət kondisionerlər zavodunun inşa olunması 1975-ci ildədir. Heydər Əliyevin adı ilə bağlıdır, amma KPMK-ya rəhbərlik elədiyi dövrdür. Yəni 3-cü Respublika dövrünü əhatə eləmir. Azərbaycan SSR dövrüdür. Konstitusiya məhkəməsi Azərbaycanda 1998-də yaradılıbdır. Bu Heydər Əliyevin dövrünə düşdü. 1-ə A-nı yazdım. Daha doğrusu A-nı yox, B-ni yazmalıydım. Bakı Tbilisi Ceyhan neft boru kəmərinin istifadəyə verilməsi 2006-cı ildədir. İlham Əliyevə düşdü. C-ni 2-yə yazırıq. Azərbaycanın ATM qoşulması 1992.
3-cü Respublika dövrünə düşsə də Heydər Əliyevin dövrünə uyğun gəlmədiyinə görə biz bunu götürməyəcəyik. D çıxdı. Asan Xidmət Mərkəzi 2012-ci ildə yaradılıbdı. Bu da daha doğrusu İlham Əliyevin prezidentliyi dövrünə uyğun gəlir. 1-də B, 2-də C, Y olacaq. Baxırıq situasiyaya. Deməli, situasiyada Rusiya imperiyasının dağılmasından sonra Cənubi Qafqazda yaranmış Ermənistan Respublikası qonşu dövlətlərə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarla çıxış etməyə başladı. Azərbaycanın İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə güzəşt edilməsi onları şirnikləndirdi. Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb daxili və beynəlxalq şəraitdə Ermənistanın ərazi iddialarını rədd edirdi. Ərazi bütövlüyünü təmin etmək üçün Cümhuriyyət hər tərəfli iş aparır, mümkün olan bütün tədbirləri görürdü. Ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırır, xəritələr tərtib edirdilər. Bununla kifayətlənməyən ermənilər Azərbaycanı və dünya ictimaiyyətini fakt qarşısında qoymaq məqsədilə Azərbaycanın tarixi torpaqlarında soyqırımlarına başladılar. 58-də deyir, sonuncu cümlədə bəhs edilən problemin həlli üçün Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən gördüyün inzibati tədbirlərdən birini yazın. Burada Qarabağda aparılan separatçı fəaliyyətdən söhbət gedir. Ermənilərin apardığı. Bunun qarşısını almaq üçün AXC hökuməti inzibati tədbir olaraq Qarabağ General Qubernatorluğunu yaratmışdı. Yaza bilər ki, Qarabağ General Qubernatorluğu yaradıldı. 1919-cu ilin yanvarın 15-də yaradılmışdı. 59. Mənbədə bəhs edilən separatizmə qarşı aparılan mübarizənin nəticələrindən ikisini yazın. Mübarizə nəticəsində deməli, ermənilərin təcavüzkar siyasətinin qarşısı alındı. Quldurluq tədbirlərinin, Andranikin quldur dəstələrinin hücumlarının qarşısı alındı və Qarabağın sadə erməni icması AXC-nin hakimiyyətini tanımalı oldu. Mənbədə 60-da deyir, mənbədə bəhs edilən şəhərin güzəşt edilməsi qarşılığında Ermənistanın Azərbaycanın qarşısında götürdüyü öhdəliyi yazın. İrəvanın güzəşt edilməsinin qarşılığı olaraq ermənilər Azərbaycana olan bütün ərazi iddialarından əl çəkməli idilər. Belə. Bu qədər. Gələn izahlarda görüşənədək sağ olun.